Əməkdar İncəsənət xadimi, dövlət mükafatı laureatı Mehriban Ələkbərzadəyə yeni vəzifə verilib. Nekomentazın yaydığı məlumata görə tanınmış teatr və sənət xadimi Azərbaycan televiziya və radio verilişləri QSC-nin bədii rəhbəri vəzifəsinə təyin olunub. Mehriban Ələkbərzadə xəbəri təsdiqləyərək bildirib ki, artıq yeni vəzifəsinin icrasına başlayıb. Məlumat doğrudur. Bu gündən işimin başındayam. ASTV-də bədii rəhbər vəzifəsini icra edirəm. Yeni mərhələdə görəcəyimiz işlər çoxdur. Onun bu açıqlaması sənət camiyyəsində maraqla qarşılanıb. Qeyd edək ki, son dövrlərdə mədəniyyət sahəsində aparılan struktur dəyişiklikləri çərçivəsində Azərbaycandakı dövlət teatrında baş rejissor, baş rəssam və bədii rəhbər ştatları ləğv edilmiş, bir sıra texniki və yaradıcı vəzifələr yeni adlarla əvəzlənmişdir. Həmin dəyişikliklər nəticəsində Mehriban Ələkbərzadə də əvvəlki vəzifəsini itirmişdi. Bu baxımdan onun ASTV kimi ölkənin əsas media qurumlarından birində məhsul vəzifəyə təyin olunması diqqət çəkən hadisə kimi qiymətləndirilir. Mehriban Ələkbərzadə uzun illər Azərbaycan teatrının inkişafında mühüm rol oynayıb. Müxtəlif tamaşalara quruluş verib və milli səhnə sənətinə öz dəstxəttini gətirib. Onun televiziya sahəsində fəaliyyəti isə yeni mərhələ kimi dəyərləndirilir. Xüsusilə də dövlət televiziyasında bədii siyasətin formalaşdırılması, milli mənəvi dəyərlərlə söykənən layihələrin hazırlanması və keyfiyyətli televiziya məhsullarının ərsəyə gətirilməsi baxımından bu təyinat müəyyən gözləntilər yaradır. Mənim mövqeyimə gəldikdə isə hesab edirəm ki, yaradıcılıq təcrübəsi və zəngin sənət yolu olan şəxslərin televiziya kimi geniş auditoriyaya təsir imkanına malik platformalarda təmsil olunması müsbət haldır. Əsas məsələ bu potensialın real və keyfiyyətli layihələrlə nəticələnməsidir. Əgər yeni vəzifə çərçivəsində milli televiziya məkanında estetik səviyyə yüksələrsə və tamaşaçıya daha samballı, məzmunlu proqramlar təqdim olunarsa, bu təyinat özünü tam doğrultmuş olacaq.